Biz 600 nəfərlik rayon yerində toy elədik. Dedim, günah elədiniz. Dedi, niyə? Dedim, siz kasıbların içində bolluq göstərdiniz. Biri çörək tapır, biri paltara pul tapır. Siz onların içində bunu elədiniz. Bu böyük günahdır. Siz o boyda milləti nərsə saldınız. Bu böyük günahdır. Ona görə də Allah bu dəqiqə sizi pulsuz qoyub. Ona görə ki, siz qudurxanlıq elədiniz. Bir dəfə bir məqam var idi. Deyir, maşını niyə almırsan? Yaşadığım məhlə kasıb məhlədir. Ayıbdır. Mən gərək məhləni dəyişim. Bura bahalı maşın qoymağa ayıbdır. Siz başa düşürsünüz, adicə o vaxtı, bilmirəm yadınızdadır ya yox, kabab çəkərdilər. İyi çəkər deyə Olmaz. balkonda azad Bu edilməzdi. həmin şeydir. Bəli. Olmaz. Bu böyük günahdır. Yəni Allah sizə verir, siz də verməlisiniz. Paylaşmalısınız. Mütləq. Allah çox verir. Deməli, məsuliyyət çoxdur sənin. Sakit dur. Tarazlığı qorumaq lazım. Mütləq. Balansı qorumaq Mütləq. lazım. Və sən burada fikirləşməməlisən ki, mənəm. O sən deyilsən. Onu sənə Allah verir. Göndərir. O göndərir. O nə kimi çox göndərir, məsuliyyətin də o qədər çoxdur onun yanında. Onu məsuliyyətdən çıxmadığın belindən vuracaq. 2023-cü ildə sentyabr ayıdır. Bu vaxtı. Özümə ən yaxın adamları yığdım. Dedim, söhbətim var sizinlə. Buyurun İradə xanım. Dedim, hiss eləyirəm. Allah mənim üstümə küllü miqdarda insan göndərir. Mənim sizə ehtiyacım var. Dedilər, nə kimi? Birdən quduraram, birdən çaşaram, birdən egolaşaram. Ki, mən eləyirəm, məni belə yaxşıyam. Ona görə budur. Xahiş edirəm, yalvarıram, başımdan vurun. Mən çaşmayayım. Mən çaşmaq istəmirəm. Allah sizi çaşdırmaz. Çox sağ olun bu söhbətə görə. İzləyicilərimizə isə sağ olun deyirəm. Gələn görüşlərimizə qədər.